Kəmal xanım, onda biz neyniyək? Sevdiyimiz insanlar üçün ağlamayaq. Əlbəttə ki, ilk öncə ondan başlayaq ki, sevdiyimiz insanlar rəhmətə gedəndə içim mənada aiddir bu. Biz daha çox özümüzə görə ağlayırıq. Çünki onları itirmək bizə çox ağır his kimi gəlir. Əlavə olaraq da biz onları 7-24 ağlayaraq, niyə getdin, niyə məni tək qoydun kimi cümlələrlə xatırlatma etməməliyik. Biz onları daha çox sevgi ilə, gözəl insandır, həyatımda olduğun üçün sənə təşəkkür edirəm. Minnətdarlıqla sanki. Sevgi hissi ilə minnətdarlıq hissi kimi güclü bir frekanslı hisslər yoxdur. Bütün ağırlıqları götürəndə o iki hissdir. Nə vaxt ki sən səni incidən və yaxud da səni atıb gedən, rəhmətə gedən pis insan olsun, yaxşı insan olsun, fərqi yoxdur. Onu sevgi ilə ananda, sən onun yüksək məninə o qədər müsbət enerji göndərirsən ki, bu da sənin birbaşa nəsil o karma var da, o yaddaş kartına təsir eləyir və sənin artıq özün qarışıq övladların, ailə qurduğun insan belə artıq o energetikadan başlayırsınız qidalanmağa. Çox qəribə deyir Kəmal xanım. Bu necə ola bilər? Bunu biraz daha belə açıq necə deyə bilərsiniz? Baxın, nəsildən gələn kod var. Məsəl üçün anam. Mən çox eşitmişəm sözünüzü bax kəsim. Burada misal üçün deyir ki, mənim nənəm də ayrılmışdı. Anam da ayrılıb. Mən də indi ailəlidir, amma qorxur. Qorxu var içində və övladı da var. Artıq qorxusu var. Və məsələn biz keçən dəfə bir oyundaydıq. Oyunda deyir ki, çox yüksək vəzifədə olub atası. Çox yaxşı pullar qazanıb. Atam bu yaşında pulları itirdi. Oğlan özü vəzifədədir. Çox da yaxşı qazancı var. Mən deyirəm ki, mən də bu yaşımda itirəcəm və oğlum üçün indiləndən eləyə bilərəm. Baxsaz, yəni hərəsində tamam fərqli-fərqli kodlardır. Yəni hamısı da ailə məişətlə də bağlı deyirlər. Bu hamısına mı eyni vaxtda işləyir? Yox. Deməli baxın, orada bir yer var da. O kodlar gələndə, məsəl üçün əgər hər kəs 33 yaşında boşanırsa, orada bir variant var ki, o 33 yaşında yoldaşına qarşı bir səhv eləyir, o karma başlayır aktivləşməyə. O səhvi etməsə, o ona təsir etməyə bilər. Amma karmasında olduğuna görə həyat elə gətirir, çıxardır ki, o səhvi eləyib, sonra o nəsil lənətini, karmasını yaşayır. Aydındır. İndi baxın, biz onu necə dəyişə bilərik də, düzdürmü? Hə. Sadəcə bütün bloklar bizim şuur və şuuraltımızda deyil. Mənim şəxsi karmamla nəsli karmam birləşdiyi üçün mən bu həyatda bir təcrübə alıram. Baxın, mən bəzən olur ki, karmanı təmizləyirsən, amma o karma artıq illərdir bura oturub deyənə, karma təmizdir. Baxırsan, insanla danışırsan, ruh təmizdir, ruh şəfalanıb. Şuuraltı imkan vermir ki, o qabağa getsin. Burada artıq psixoloji işləmək lazımdır. Yəni get uşaqlıq illər və orada ata-ana ilə çalış və s. Yəni o səni şəfalandıracaq, təkcə o yetmir. Əvvəl yetirdi. Çünki insanların frekansı da indiki kimi yüksək deyildi. Əvvəl məsəl üçün bir şamla insanlar gedib 1000 manat, 2000 manat pul gəlirdi hardansa onlara. İndi heç kimə gəlmir. Deməli, burada həm psixoloji işləməlisən, həm nəsil lənəti qalxmalıdır. Həm də ki, ruhun təmiz olmalıdır.